Salam, hər vaxtınız xeyir. Bu gün sizinlə birlikdə Himcentors şirkətini inceləyəcəyik. Hansı ki, sağlamlıq sektorunda hazırda ən böyük yüksək potensiallı olan şirkətlərdən biridir. Gəlin şirkəti bir yerdə incələyək. Dünən şirkət 16%-ə yaxın dəyər itirdi. Bunun səbəbini araşdıraq birlikdə və gələcəkdə bu şirkətin dəyəri qalxacaqmı, azalacaqmı, buna uyğun təxminlər etməyə çalışaq. Demək ki, ilk olaraq səbəbini araşdırmağa başlayaq. Şirkətin hal-hazırda düşüşün əsas səbəbi burada xəbərlər qismindən oxuya bilərik. İlk olaraq Trump kilo azaltmaq üçün, təki salmaq üçün dərmanlı vasitələri ilə bağlı xəbərlər yayımlayıb. Daha sonra BOFA şirkətin dəyərini 28 dollar olaraq seçib. Burada var, BOFA Himcentors şirkətinin dəyərini 28 dollar olaraq seçib və mənə görə ən vacib səbəb, dünənki düşüşü təşkil edən səbəb, şirkət CEO-su yüklü miqdarda hissə salıb. Gəlin bunların dərinliyini inceləyək. Trumpın kilo salma mövzusuna gəldikdə, o müəyyən müddətdən sonra tərəzilanacaq bir mövzudur və bunun əsasən mənim fikrimcə Himcentors-a birbaşa təsiri yoxdur. Necə izah edim? Himcentors sağlamlıq şirkətidir, hansı xəstə və həkimlər arasında əlaqə yaradır, onların müalicəsini onlayn eləməyə çalışır. Dərman qiymətlərinin düşməyi isə o qədər də onları birbaşa təsir edəcək amil deyil. Daha sonra BOFA-ya gəldikdə, analitik reytinqlərinə mən əsasən baxmıram, amma BOFA-nın digər incələmələrinə baxanda biz birbaşa olaraq Himcentors-da olmasa da məsələn, salınan qiymət salırlar şirkətlərdə daha ucuzdan toplamaq üçün. Yəni mənim fikrim budur. Himcentors-da belədirmi? Bunu yanılaram. Mən dəqiq şəkildə sizə deyə bilmərəm, amma ona görə analistlərin qiymət reytinqi salmalarına çox önəm verən biri deyiləm və üçüncü olaraq CEO-nun hissə satışı əsas məsələ budur. Gəlin bunu incələyək. CEO-nun hissə satışı əsasən yenilik deyildi. Zaten bu hissə satışı gerçəkləşəcəkdi. Çünki daha öncədən bu planlaşdırılmışdı. Əsasən satılan hissələr opsiyonlardan gələn hissələr idi və müqaviləsi bitən hissələr satışa çıxarıldı. Və bu da bir növ CEO-nun haqqı olaraq satış idi, haqlı satış idi yəni bu. Burada qeyri-adi, gözlənilməyən bir satış olmaz. Sadəcə market bunu düzəltmə olaraq algıladı və eyni zamanda texniki nöqtədən də satılacaq nöqtədə idi, rezonans nöqtəsində idi. Bunu da incələyəcəyik texniki baxımdan. Gəlin indi şirkətin ümumi incələməsinə. Şirkətin ümumi incələməsində burada Investing.com-un məlumatlarını görə bilərik. Adi il qiyməti, adi dəyəri 41 dollar olaraq seçib və burada ümumi olaraq baxsaq, şirkətdən görə bilərik. Demək ki, ümumi olaraq baxsaq, şirkətdən hal-hazırda sağlığı, yəni şirkətin hal-hazırda potensialı çox yaxşı olaraq göstərilir. Dəyər sadəcə adil dəyəri 17% daha aşağı göstərir və analistlərin fikri 4.75% daha aşağı olmalıdır. Bunlar Investing.com-un analizidir. Mənim analizimə keçək. Demək ki, mənim analizimdə ilk olaraq şirkətə baxaq. Şirkətin bazar dəyəri 11.25 milyard dollar. Şirkət hal-hazırda 2.14 milyard dollar gəlir əldə edir və 193.6 milyon dollarlıq burada net qazancı olur şirkətin. Şirkətin növbəti, yəni 3 noyabrda olacaq maliyyə hesabatında şirkətin gəlirinin 150% artacağı düşünülür. Ümumi olaraq profitinin və şirkət hal-hazırda FK nisbətində 63.6x. Bilməyənlər üçün bu nədir? Şirkətin qazandığı gəlirin hal-hazırdakı qiymətə olan aradakı fərqdir. Yəni deyək mən şirkətim aylıq 600 milyon dollar qazanır və onun bazarda dəyəri bundan neçə qat daha artıqdır. Yəni bir növ belə xatırlaya bilərsiniz. Hal-hazırda baxaq, daha sonra şirkətdə baxa biləcəyimiz statistikalar, şirkətin hal-hazırda qazanclarıdır. Baxın, şirkətin qazanclarını burada sezonsal olaraq görürük. 06-09 3 aylıq hesabatlarda şirkətin qazancının artışını görürük. Sadəcə son hesabatda nisbətən düşüş oldu. Bunun da səbəbi əsasən Trumpın dərman və sağlamlıq sektorunda etdiyi düzəlişlər idi. Mən belə düşünürəm və eyni zamanda bir də rəqabət, digər şirkətlər də bu sektora qoşulur və burada rəqabətdə nisbətən problemlər yaranıb. Yəni bu da mənim fikrimcə həll edilməyəcək mövzular deyil. Gələk illik gəlirinə baxsaq şirkətin gəlirinin necə də böyüdüyünü görə bilərik. Məsələn, müqayisə etsək, şirkət 2023-cü ildə 900 milyon civarı gəlir əldə edib və 2024-cü ildə bu gəliri 1.48 milyard dollar olaraq artırıb və burada net karlar da əsas mənfi 23.55 milyon dollardan net karını müsbət 126 milyon dollara gətirib şirkət. Bu da çox böyük irəliləyiş potensialını göstərir və burada 3 aylıq maliyyə hesabatına baxsaq, şirkətin necə hər il gəlirini artırdığını və inkişaf etdiyini görə bilərik. Bu da şirkətin hal-hazırda şirkətdə balon olmadığını, mən hər videoda izah eləməyə çalışıram. Şirkətdə balon olub olmadığını bu şəkildə əsasən anlaya bilərik və eyni zamanda şirkətin fiyat qazanc nisbəti də bizə bunun şirkətdə balon olub olmadığını göstərir əsasən. Daha sonra baxa biləcəyimiz şirkətin
maliyyə hesabatlarında nə var? Şirkətin maliyyə hesabatlarında burada da artıq dəqiq rəqəmlərlə görsənir. İllik bazda 2018-dən bəri şirkətin nə qədər gəlir əldə etdiyini, gəlirlərində nə qədər artış olduğunu burada rəsmi görə bilirik. Eyni zamanda şirkətdə hal-hazırda analiz dəyərləndirmə 3 al, 7 tut, 3 sat siqnalı var. Ortalama bir dəyərləndirmədir və qazanc nisbətində burada görürük. Və son maliyyə hesabatında şirkətin hissə başına 0.5 gözləndiyi halda 0.7 0,17 gəlir gətirdiyini görürük və ümumi olaraq gəlir gözləntisində 549.87 milyon gəlir gözlənilirdi, 544 milyon gəldi. Burada nisbətən şirkət satış yemişdir. Gəlin indi texniki analizinə. Demək, Himsentorsun texniki analizinə gəldikdə, burada hal-hazırda biz nə görürük? Ümumi bazda, günlük bazda biz burada yüksələn bir trend görürük və bu trendin əsasən 3-cü təmasının hal-hazırda yaxın bölgələrdə olduğunu görürük. Burada 65 bölgəsini rezonans nöqtəsi olaraq görürük, bir qırıla bilməyən nöqtə olaraq görürük və hətta mən sizə bayaq bəhs etdiyim dünənki satış tam olaraq bu nöqtədə gəldi və şirkət buradan nisbətən aşağı düşməyə başladı. Daha sonra burada nə görə bilərik? Burada yüksələn bir trend görürük. Hətta bunu 4 saatlıq qrafikdə daha yaxşı görsənir, amma burada da görə bilirik. 4 saatlıq qrafik alım. 4 saatlıq qrafikdə necə səliqəli yüksələn trend görürük. Sadəcə bu trend hal-hazırda qırılıb. Bizim hal-hazırda burada gözlədiyimiz ssenari nə ola bilər? Ən yüksək ehtimalla burada hal-hazırda yüksələn trendin 3-cü təması, eyni zamanda burada dəstək səviyyəsi, yatay dəstək səviyyəsi və hal-hazırda qırılmış 51.22 bölgəsini görürük. Burada əgər açılışda 51.22-nin üstünə atmağı bacararsa, yenidən 65 bölgələrini retestə gedib daha yüksək zirvələrə çıxa bilər. Yox, əgər qırmağı bacara bilməzsə, 46 nöqtəsinə gəlməyə böyük bir ehtimaldır ki, burada da mən alışlarımı həyata keçirəcəm. Deyək ki, 46 bölgəsinə qırıldı, daha sonra 34.98 dəstəyi və o 20.98 dəstəyi qiymətləndirilməli olan dəstək bölgələrdir. Eyni zamanda burada trade aparmaq istəyənlər üçün də bir trade analizi göstərim. Baxın, burada long pozisiya aça bilərik, stopunu 3.60 faizli, 3.5% bir stop qoya bilərik. Hədəf qiymətimiz də bir dəqiqə, yəni burada hədəf qiymətimiz də bir də burada əsasən olacaq 65 dollar civarı. Burada 40%lik bir yüksəlişdən söhbət gedir. Yəni əsasən qəşəng bir trenddir. Uyğun bir, yəni yoxlamağa dəyər bir riskdir. Burada dediklərim heç bir yatırım tövsiyəsi deyil. Təbii ki, riskinizi özünüz hesablamalısınız, özünüz uyğun portfel və hissə seçimləri etməlisiniz. Daha sonra bizim ən son texniki analizdə baxa biləcəyimiz nöqtə şirkət hal-hazırda günlük olaraq RSI nisbətinə baxaq. Günlük olaraq RSI 43 bölgəsindədir. Daha aşağı düşərmi düşə bilər. 30 bölgələrini, 25 bölgələrinə qədər düşə bilər. Mənim fikrimcə bu nöqtəyə gəlsə, yəni 46 bölgə, RSI də artıq 35-34 bölgələrində olacaq. Yəni alış üçün o qədər də pis qiymətlər deyil. Bu günlük bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Əgər sizə maraqlı oldusa, videonu bəyənməyi, like atmağı unutmayın.